Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər. Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayev, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev və Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rzayev dövlətimizin başçısına və birinci xanıma mərkəzin fəaliyyəti barədə məlumat verdilər. Bildirildi ki, Beynəlxalq Təlim Mərkəzi Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının ərazisində yaradılıb. Mərkəz uçuş heyətinin fövqəladə vəziyyətlər üzrə hazırlığı, həmçinin hava hərəkətini idarə etmə dispetçerlərinin nəzəri və praktiki təlimi üçün nəzərdə tutulub. Yeni kompleksdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının və Avropa İttifaqı Aviasiya Təhlükəsizliyi Agentliyinin tələblərinə uyğun olaraq Azər Aeronavigasiya Hava Hərəkəti İdarəsinin dispetçerləri hazırlanacaq. Bunun üçün bu sahədə dünyanın qabaqcıl aeronavigasiya təhsil mərkəzlərindən olan Alman Aeronavigasiya Akademiyasının təhsil proqramı əsasında Aeronavigasiya Təlim Mərkəzi fəaliyyət göstərəcək. Burada Heydər Əliyev Beynəlxalq Hava Limanının 360 dərəcə panoramanı əks etdirən Tower güllə simulatoru, həmçinin hava məkanının idarə edilməsi üzrə radar simulator kompleksi quraşdırılıb. Bu sistemlər dispetçerlərin real əməliyyat şəraitində hazırlanması üçün imkan yaradır. Mərkəzdə həmçinin hava limanlarında real iş şəraitinə uyğun müxtəlif xüsusi avtonəqliyyat vasitələri sürücülərinin bacarıqlarının təkmilləşdirilməsinə imkan verən müasir təlim trenajoru kompleksi quraşdırılıb. Beynəlxalq Təlim Mərkəzində hər il hava hərəkətini idarə etmə üzrə təxminən 30 dispetçerin və 3000 hava gəmisi heyətinin hazırlanması planlaşdırılır. Mərkəz müasir aviasiya sahəsinin tələblərinə uyğun olaraq kadr hazırlığını həyata keçirən ixtisaslaşmış tədris strukturu kimi aviasiya mütəxəssislərinin nəzəri biliklərlə yanaşı praktiki bacarıqlarının formalaşdırılmasında mühüm rol oynayacaq. Mərkəzin müasir texnologiyalarla təchiz olunması, burada son model uçuş simulatorlarının quraşdırılması, real uçuş şəraitinə yaxın mühitdə təcrübə qazanmağa imkan yaradır ki, bu da ümumilikdə uçuşların təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət daşıyır. Bundan başqa, mərkəz fövqəladə vəziyyətlərdə və müxtəlif qəza hallarında hava gəmisi kabininin daxilində təhlükəsizlik tədbirlərinin səmərəli icrası üçün Türkiyənin bu sahədə ixtisaslaşmış və beynəlxalq səviyyədə tanınmış şirkəti olan SkyArt tərəfindən A320, A321 Neoseed tipli yeni nəsil hava gəmisi simulatoru ilə təchiz olunub. Simulatora Boeing 787 təyyarəsi üzrə qapı təlim qurğuları, həmçinin real yanğın şəraitini simulyasiya edən yeni nəsil yanğın söndürmə təlimi qurğuları daxildir. Yeni təlim infrastrukturu regionda aviasiya sahəsində kadr hazırlığının, həmçinin beynəlxalq standartlara uyğun tədris imkanlarının gücləndirilməsinə, bu sahədə rəqabət qabiliyyətli milli kadr potensialının formalaşmasına mühüm töhfə verəcək.